Bir də deyir ki, mağazaya 200 manatlıq kostyum gətirilib ilin əvvəlində. Qiyməti 120 manata düşüb. Bir qiymətinə neçə faiz endirim edilib? Əvvəlcə manatla desək, 200-dən 120-yə düşüb. 80 manat endirim edilib. 200 manatlıq idi bu mal, 80 manat endirim edilib. Yəni 200 manatın 80 manatı qədər. Neçə faiz deyir? Kəsrlə yazdım. İndi bunu faiza çevirmək üçün vururam 100-ə. Kəsri faiza çevirmək üçün 100-ə vururlar. 200 ilə 100 ixtisar yerində bura 2 qalır, bura 1 qalır. 80 vurulsun 1, 80. 2-yə böləndə də edir 40%. Deməli, birinci manatla tapıram, sonra onu çevirdim faizə. Sonra 2 dediniz. Arif burada nə soruşur? Qazancı soruşur. Ümumiyyətlə, xeyri, ziyanı biz hesablayarkən miqdar eyni olmalı ki, hesablaya bilək. Yəni 5 dənə yumurta, 10 dənə yumurta ayrı-ayrı deyirsə, burada hesablamaq çətin olur. Daha doğrusu mümkün olmur. Gərək biz miqdarı eyni olsun ki, mən bilim ki, mən qazanmışam, yoxsa itirmişəm. Arif 5 dənə yumurtanı 80 qəpiyə alırsa, onda bir dənəsini alır 16 qəpiyə. 16. 80-i böldüm 5-ə. 10 dənə yumurtanı 2 manata satırsa, onda bir dənəsini satır 20 qəpiyə. Yəni, bu formada baxsam, hə, onda bilərəm ki, xeyrdəyim, yoxsa ziyandayım. 16 qəpik qoyuram, 20 dəni götürürəm. Yəni, 16 qəpiyə alıram, 20-yə satıram. Deməli, hər yumurtadan 4 qəpik qazanır Arif. Bəs nə qədər pul qoyub? 16 qəpik. Hər yumurta üçün. 16 qəpik qoyur, 4 qəpik qazanır. Deyir ki, o bir yumurtadan neçə faiz qazanır? 16-da 4. İndi onu faizə çevirmək üçün 100-ə vururam. 16-da 4 özü elə 4-də 1 deməkdir. 4-də 1 əzbər bilirik ki, 25%-dir. Bilmiriksə də 4-də 1-i 100-ə vuranda 100 ilə 4 ixtisar gedir, olur 25%. Bir miqdar malın öncə 20%, daha sonra burada gəlin pul götürək. Malın 100 manat olduğunu düşünək. Ən yaxşısı. Çünki heç bir manatdan söhbət getmir də, özləri heç nə deməyiblər. Onda özümüz götürə bilərik. Sadəcə sualı işləmək üçün. 100 manatlıq mala 20% endirim edildi. Onda qaldı 80 manat. Oldu 80 manat. Sonra deyir ki, 100-ün 20%-i 20-dir də, yəni bunu bilirik. 100-ün tutaq ki, neçə faizini desə, o dəqiqə deyə bilərik. 51%-i 51-dir, 20%-i 20-dir. Qalan malın 25%. Yəni bu burada manat bir miqdar mal deyir, olsun 100 dənə mal. 100 dənə mal idi. 20-si getdi, 80 dənə mal qaldı. Mal, yəni məhsul. 80 dənə mal qalıbdı, onun 25%-i satıldı. Daha sonra isə əvvəlcə 20% satıldı, qaldı 80 dənə. İndi 80-in 25% satılır. 25% biz demişik ki, elə 4-də 1 deməkdir. Daha bir də mən bunu faiz kimi işləməyim. 80-in 4-də 1 nə qədərdir? 20. 80 dənənin 20-si də satıldı. Qaldı 60 dənə məhsul və yaxud da ki, mal. Sonra deyir ki, daha sonra yerdə qalan malın 60% satıldı. 60 dənə mal qalmışdı, bunun da 60% satıldı. Ədədin 60%-ni necə tapırıq? Ədədi bölürük 100-ə, vururuq 60-a. Bu da hesablayanda bizə verir 36. Bu 36 dənə də satıldı. Bir neçə faizi qaldı? Əvvəlcə görək neçə dənə qalıbdı. Neçə dənə qalıb onu tapaq, sonra faizini taparıq. 60 dənənin 36-sı satılanda 60 çıx 36 bərabərdir 24. Bizə deyir ki, malın neçə faizi satılmamış qaldı. Deyirəm ki, birinci 100 dənə mal var idi, indi 24 dənə qalıb. Deməli, 100-ün 24-ü, 24%. Su çəninin 20%-i doludur. Çənə 6 ton su əlavə etdikdə 50%-i doludur. Deməli, onda nə baş verdi ki, 20%-i doluydu. 6 ton su tökdülər, 50%-i doldu. Deməli, onda bu 6 ton onu nə qədər artırdı? 30% artırdı. Çünki 20%-dir, indi oldu 50%. Deməli, 6 ton onu 30% artırdı. Bir çənin həcmi neçə tondur? Yazıram ki, 6 tona 30%, x tona 100%. Bu şəkildə bunu işləyirəm, edir 20. Sonra tənasübdür, çarpaz vurub tapıram, x olur 20. Əmtənin qiyməti deyir, gəlin yenə özümüzdən pul götürək, 100 manat. Öncə 50% qaldırıldı. Onda nə qədər oldu? 150, düzdür? Sonra isə yeni qiymətə 50% endirim oldu. Yəni 150-nin 50%-i. 50% yarba yarı deməkdir də. 150-nin 50%-i nə qədər edir? 75.
Yəni bu 150 manatlıq mala 75 manat endirim edildisə 75 qaldı da. İndi bizə nə soruşur? Deyir, əmtənin ilkin qiyməti necə dəyişib? İlkin qiymət 100 idi. İndi oldu 75. 175 oldu. Yəni 25 manat azaldı. Yəni 25% azaldı. Burada 100 götürsəniz bir çox suallarda sizin işinizi asanlaşdıracaq. Çünki 100-ün elə 25% elə 25-dir. Yəni oradan rahat hesablamaq olur. Dənəsini 80 manatdan alır, 100 manatdan satır. Deməli, hərəsindən 20 manat xeyri var. Bəs qoyduğu maya nə qədərdir? 80 manat. Yəni 80 qoyur, 20 manat xeyir əldə edir də, gəlir əldə edir. Gəlir deyəndə gəlir, xeyir eyni şeydir. Deyir, o bir saatdan neçə faiz gəlir əldə edir? Mən deyirəm ki, hər 80 manatdan 20 manat gəlir əldə edir. Yəni 100 manat satır, amma ki, əsas onun xeyri nə qədərdir? 20 manat. İxtisar eləyəndə bu eləyir 4/1. 4/1 nə deməkdir? 25% deməkdir. Ya da ki, bunu vururam 100-ə, o da yenə eləyir 25%. 2 dəfə ardıcıl 10% endirimdən sonra məhsulun qiyməti 324 manat olmuşdur. İlkin qiyməti neçə manat idi? Burada variantlarla da gedə bilərsiniz. Məsələn, variantları götürürsünüz 600. 600-ə 10% endirim eləyirəm. Yəni 60 manat çıxıram 540. Sonra 540-a 10%. Yeni qiymətə 10% endirim eləyirəm. Görürəm 324 alınır ya yox. Belə bir-bir yoxlaya bilərsiniz. 400-ü yoxlayanda alınacaq. 400-ə 10% endirim eləyəndə 360. 360-a da 10% endirim eləyəndə 360-ın 10%-i 10% ona bölmək kimi bir şeydir. 36. 360-dan 36 çıxanda 324. Həqiqətən də alınır. Amma həll yolu kimi eləyə bilərik? 10%li endirim eləyirəmsə, tutaq ki, malın qiyməti x idi. 10% endirim eləyirəmsə, onda olur 0,9x. Sonra isə bir daha endirim eləyirəm. Onu salıram 324 manata. Yəni bu endirim oldu. Yeni qiymət, ilk qiymət x idi. Sonra oldu 0,9x. Sonra bir dənə də 10% endirim elədi. İndi bir şeyə 10% endirim eləyəndə onun 90%-i qalır da. Onda 10% endirim eləyəndə ya 10%-ni tapıram, çıxıram, qalır 90. Ya da birbaşa 90-ını taparım. 0,9x-in 90%-ni tapıram. Yəni ki, vururam onu 0,9-a. Bərabərdir 324-ə. Buradan bunu işləsəm yenə 400 verəcək. 0,9x bərabərdir 324 bölünsün 10-9. 324-ü 10-9-a bölmək tərsinə vurmaq deməkdir. 9-da 10. Burada ixtisar gedir. Bu ədəd ikisi də deyəsən 9-a bölünəcək. Elə birinci 3-ə bölüm, 3 qalır. Burada 108 qalır. Bir dənə də 3-ə bölsəm, burada 36 qalır, burada 1 qalır. Bu oldu 0,9x. Bu heç. Burada qaldı 36 vur 10, 360. 360-dan da geri qaydanda x bərabərdir 360-ı 10-9-a bölmək, 9-da 10-a vurmaq deməkdir. Onu da 9-da 10-a vuranda 9 ilə 360 ixtisar gedir, 40 qalır. 40-ı da 10-a vuranda 400. Həqiqətən 400-ü verir. Amma variant varsa variantla da gedə bilərsiniz. Ədəd özü tam idi, x idi. 10% endirim dediyi üçün 90%-i 0,9x kimi götürdüm. Sonra bir dənə də endirim olsun deyə 0,9-a vurdum. 324-ə bərabər elədim. Sonra oradan addım-addım geri qayıtdım. Baxaq ki, burada məbləğ verir bizə. Deyir ki, 36 manat olub qiymət. Verməsəydi, yenə 100 üzərindən gedərdim. Amma pul veribsə götürmürəm. Onda x götürürəm. Məhsulun qiyməti x idi. 20% qaldırıb. Yenə deyirəm, biz bu faizə kəsir kimi, kəsirə faiz kimi baxmağı bilməliyik. 20% 0,2 deməkdir. Yəni, x idi qiyməti, 20% qaldırdı. Oldu 1,2x. Sonra isə mal satılmayıb, yeni qiymətə 40% endirim eləyiblər. Buna 40% endirim eləyiblər. Yenə deyirəm, tutaq ki, 100 manatlıq bir şeyə mən 40 manat endirim eləyirəm. Onda onu 60-a satıram da. Onda elə mən birbaşa 40 manat demək yerinə elə birbaşa 100-dən 40 çıxmaqdansa birbaşa 60 götürə bilərəm. Burada da o məntiqlə deyirəm ki, yəni 40% endirim eləmək elə o deməkdir ki, 40% gedir, 60% qalır. Onda 1,2x-in 40%-ni tapıb çıxmaqdansa elə birbaşa 0,6-ya vurum, 60%-ni tapım. Nəyə görə? Çünki onu özü verir də, deyir ki, qaldı 36 manat. 0,6-ya vurub 36-ya bərabər eləsəm, buradan mən cavab tapa bilərəm.
0,4'ə vursam, gərək sonra aldığım cavabı təzədən bir də 1,2-dən çıxım, o daha uzun çəkir. Bu şəkildə indi mən burada nə edirəm? Bunu işləyirəm. 1,2x bərabərdir. 36 bölünsün 10-da 6. 36-nı 10-da 6-ya bölmək, 6-da 10-a vurmaq deməkdir. 36 vurulsun 6-da 10. 6 ilə 36 ixtisar gedir. Burada qaldı 6 vurun 60. 60. 1,2x bərabərdir 60. X-i tapmaq üçün 60-ı 1,2-yə böləcəm. Bu da mənə 50 verəcək. Məndən nə soruşurdu? Məhsulun ilkin qiymətinə ümumilikdə nə qədər endirim edilib? İlkin qiyməti mən 50 tapdım, X-i. Və axırda neçə manat olmuşdu qiymət? 36. Deməli, 50 manatlıq mal 36 olsa 14 manat endirim edilib. 9-a deyir ki, 25 nəfərlik sinifin 40% oğlandır. Neçə qız var? 25 nəfər 100%-dir. Ümumiyyətlə, sinifin 40% oğlandırsa, deməli 60% qızdır da. Bizdən qızları soruşur. Deyirəm ki, 60%-də x nəfər. Buradan çarpaz vururam, tapıram ki, qızlar 15 nəfərmiş. Bu variant. Onda deyir ki, satıcı əmtənin 11 dənəsini alır, eyni qiymətə 10 dənəsini satır. Onun bir əmtədən əldə etdiyi qazanc neçə faizdir? Gəlin biz burada yenə qiymət qoyaq ki, nəyisə tapa bilək. Məsələn, malın birini istəyirsiniz 100 manat götürün. 100 çox böyük gəlirsə, burada 100 yox, daha xırda rəqəm də götürə bilərik. Amma biraz mümkün qədər yuvarlaq olsun. Məsələn, 10 manat olsun, 20 manat olsun. Burada bir dənə də 10 istifadə olunubdur. Ona görə çaşmayaq deyə elə 20 götürək. Gəlin malın, əmtənin bir dənəsinin alış qiymətini 20 manat götürək. Deyir ki, 11 dənəsini alır. 11-i vururam 20 manata, eləyir 220 manat. 220 manat xərc çəkir. Və eyni qiymətə deyir 10 dənəsini satır. Yəni 10 dənəsini 220 manata satır. Onda deməli satanda biraz baha satır da. Satanda görə birini neçəyə satır? 220-ni bölürəm 10-a. Deyirəm ki, bir dənəsini onda mən tapıram ki, 0-a atıram. Deyirəm ki, bir dənəsini 22 manata satır. Deməli 20-yə almışdıq, 22-yə satırıq. 2 manat xeyir var burada. Sualda nə soruşur? Deyir, onun bir əmtədən əldə etdiyi qazanc neçə faizdir? 20 manat qoymuşdu, məxrəcə yazıram. Mayası 20 manat idi, qazancı da 2 manat. 20-də 2, 10-da 1 deməkdir. 10-da 1-i də elə 100-ə vururam ki, faizə çevirim. O da mənə verir 10%. B variantı.